Bizə maqnezium oksigen verib, kütlələri AA eynidir. Reaksiyada artıq qalan maddənin kütləsi 12 qramdır. Reaksiyada alınan oksidin kütləsini tapın deyir. Gəlin baxaq. Biz normalda maqneziumla oksigenin reaksiyasını yazanda maqnezium oksid alınır. Bura 2 yazıram, bura 2 yazıram. Eyni qədər. Biz normal reaksiyaya baxsaq, məsələn 24, 2 vur 48 buradan reaksiyaya girir. 32 buradan reaksiyaya girir. Buradan nə alınacaq? 80 qram da maqnezium oksid alınacaq. İndi bu normal şablon məsələdir. Burada verilənlərə görə yazmışam. Eyni qədər götürənlər böyük qədər olur. 48, 48. Gəlin indi baxaq. İndi burada hərəsindən 48 götürəndə buradan 16 qram oksigen artıq qalır. Deməli, bizdən alınan oksidin kütləsini isə bax reaksiyada 80 qram oksid alınanda 16 qram artıq qalma var. Bizə deyir ki, 12 qram artıq qalarsa nə qədər alınacaq? X. Buradan da X-i tapmaq lazım. X də belə 16 buradadır. 80 vurulsun 12. Bu da reaksiyaya gedir 5. 5-i də 12'ye vuranda 60. Cavabımız necə? A variantı.